Ekoistin gəlişimi, yəni ekoistin gəlişiminə 4 perspektivdən baxsaq psixoanalitik olaraq. Klassik Freudiyanda zaten bu bəllidir. Qatı superego olduğuna görə nəsə istəyəndə günahkarlıq hiss eləyir. O günahkarlıqla baş eləyə bilmədiyinə görə, o günahkarlığa dayana bilmədiyinə, elə deyir ki, ona dayana bilmirəm, arzumdan vaz keçirəm. Bu mənim üçün daha ekonomikdir. Dolayısıyla klassik Freudiyan baxışda id, ego, superego məntiqində arzu etdiyində günahkarlıq hiss eləyir, ekoist. Tələb eləyəndə utanc hiss eləyir. Arzu etdiyində günahkarlıq hiss eləyir. Yəni, səhv bir hərəkət eləyir arzulayaraq. Mən kiməm ki, özümə nəsə bir paltar alım, özümə nəsə bir əşya alım, özümə nəsə bir, haransı bir konsertə gedəcək bilet alım. Mən bunu ala bilmərəm. Bunu istədiyi anda zaten səhv hərəkət eləyir. Tələb elədiyində, yəni istəyir, vermirlər, biraz ısrar eləyəndə, qarşı tərəfə işləməsə belə utanc hissinə keçir ki, ya sən kimsən ki bunu istəyirsən, sən bu qədər dəyərli biri deyilsən axı. Arzu etdiyində günahkarlıq, tələb etdiyində utanc. Çünki tələb eləmək üçün özünü ona layiq görməlisən. Arzu eləmək üçün də səhv eləməkdən, səhv eləyə biləcəyindən və yaxud da ki, arzunun gerçəkləşmədiyində özünü xətalı elan eləməyə dayana bilməyin lazımdır. Klein'in düşüncəsinə baxdığımızda, Klein bilirsiniz o məşhur şizoparanoid, depresiv və normativ halı düşünək. Egoistdən fərqli olaraq depresiv konumda ilişib qaldığını deyir. Yəni, egoist şizoparanoid konumdadır. Yəni, mən varam, heç kim yoxdur. O mənim səhvimi dedi, çünki mənə əziyyət eləmək istəyir, məni dəyərsizləşdirmək istəyir, mən bunu yox eləməliyəm, öz saldırganlığını onu yox eləyir. Ekoist biraz qabaqdadır. Ekoist depresiv konumdadır. Yəni, başa düşüb ki, nəyisə səhv eləmişəm, amma hələlik mənə cəza verməyib. Klein'i xatırlayırsınız mı? Klein'i xatırlayaq. Klein deyir ki, uşaq əvvəlcə dünyanın ondan ibarət olduğunu düşünür. Libidinal və saldırgan dürtüləri vardı. Anasına əziyyət eləyir, o olmayanda onu günahlandırır, o olmayanda ona zərər verməyə çalışır, ona zərər vermək fantaziyaları qurur. Kimsə görəndə ki, öz ehtiyacı qarşılamır, elə düşünür ki, mənə əziyyət eləmək üçün südü gec gətirir. Mən acıqmışam, süd gəlməyib, xeyr ola. Demək ki, mənə əziyyət eləmək istəyir kimi bir mərhələ var, bir yaş civarına qədər. Bir müddətdən sonra uşaq özünlə anasının ayrı bir varlıqlar olduğunu görəndə bu səfər depresiv konuma keçir, üzüntü yaşır, uşaqların ağlamağını, üzüntüsünü düşünür. Nəyin üzüntüsüdür? Mən bu günə qədər ona əziyyət eləmişəm. Mən bu günə qədər onun mənim xidmətimdə olduğunu fərqində olmamışam. Heç olmasa bundan sonra fərqində olum. Fərq eləyib getməsin o. Mənə əziyyət eləməsin. Bu günə qədər belə bir anlayış yox idi. Depresiv konum insanlığın suçluluğun yaranma mərhələsidir. Depresiv konumu sağlıqlı keçirən, bağışlana biləcəyini bilən bir uşaq gələcəkdə sağlıqlı davranış eləyə bilər, səhvini etiraf eləyib, nəyəsə düzəldə bilər. Bu mərhələdə ilişib qalan insanlarda egoistə məsələ qarşı tərəfi yox eləyir. Egoist isə depresiv pozisyonda mən zaten haqlarımı tükətmişəm. Əgər istəməyə davam edəsəm, çıxıb gedəcək ya da məni öldürəcək, yox eləyəcək. Yəni, haqqını tükətdiyini düşünür. Ona görə ömrü boyunca öz səsini mən nəsə tələb eləmir, nəsə istəmir. Biraz əvvəlki cümləni xatırlanacaq. Winnicott nə deyir? Winnicott'un o məşhur şeyini, false self-ini xatırlayaq ki, yəni, ekoist, egoistə uyumlanmaq üçün davranır. Bir narsistik, egoist bir xarakter tapır və onun tələbləri doğrultusunda özünü inşa edir ki, onu yaşatsın. Əks təqdirdə özü yaşaya bilməyəcək tək başına. Özü o qədər güclü deyil, həyatda qala bilməz. Yəni, Winnicott'un yanaşmasında ekoist başlı başına bir saxta kəndiliklə yaşayır, saxta bənliklə yaşayır, saxta selflə yaşayır və terapevtik çərçivədə bu saxta selfin sıxışdırdığı həqiqi selfin, həqiqi kəndiliyin ortaya çıxmasını istəyərik. Buyurun, Avrat. Ekoist dediyimiz şəxs, yüklərin dediyi bağımlılıq